gelir bütün qonşular. Biz açmışıq taksi parkı, ay nə gözəl. Biz açmışıq taksi parkı, ay nə gözəl. Müştərilər razı qalsın, müştərilər razı qalsın. Çətin gəlməz nə qış nə də yay, nə gözəl. Çətin gəlməz nə qış nə də yay, nə gözəl. Gündüz bilməz, gecə bilməz taksi parkımız. Cavan bilməz, qoca bilməz taksi parkımız. Ay Etibar, sənə neçə vaxtdır fikir verirəm, o naşnik qulağından düşmür ha. Hələ qulaq asırsan ha. Nədir orada, ha? Ha, bu klassikadır. Sən belə şeylər bilməzsən. Kim? Mən? Hala mən bütün günü klassikaya qulaq asıram, Məsələn kimə? Məsələn, Üzeyrə. Yaxşı da. Onun bir dənə həzin səsi də qoy, biz də qulaq asın. Qoyum da. Hala, sən bu Üzeyri deyirsən. Yox, Svarşik Üzeyri deyirəm. Hala, bilsən nə klassını oxuyur? Demədim klassını mahnı qoy günə. Bədbəxt, mən klassını demədim, klassika dedim, klassika. Ha? Sakit. Nə olub? Sakit yan. Bir dəqiqə sakit yan. Nə məsələdir? Nə? Alma? Var alma. Sizin nə qəşəng qadınız var. Amma onu da deyim ki, qeyri-adi addır, ha, alma. Qeyri-adi gününüz olsun. Hə, amma biraz saçımı tez ukladqa elə, toya gecikirəm. Xanım, sizin uşaq vaxtı kalsınız çatmayıb deyəsən. Mənim? Necə yəni, niyə? Çünki başınız əyridir. Niyə? Harası əyridir? Hər yeri əyridir. Lap başınız Kürdəmir yoluna oxşayır, qələ götür. Xanım, sizə bir məsləhət verim. Evə gedəndə qaynar sunan yaxşıca başınızı yuyun. Elə ki, gördünüz başınızın sümüyü yumuşaldı, uşaq başı kimi. Tez üzgüçü papağını keçirin başınıza. Bir də görəcəksiniz ki, başınız olub yup-yumru, top kimi. Xanım, məzələnirsiniz mənimlə. Yox, niyə ki? Uşaqların başlarına körpə vaxtı yaylıqla bağlayırlar ki, başları əyri olmasın da, yumru olsun. Alma xanım, siz deyəsən hələ kalsız, yaxşı yetişməmisiniz. Nəysə, mənə borcumu deyil, mən gedəsi oldum. 10 manat. Alo, Alma, qadına deyilən pulu qəpiklərlə versin. Niyə ki? Lazımdır. Niyə lazımdır? Alma vacib lazımdır. Ümumiyyətlə qəpiklərin hamısını ondan al. Bankaya yığılacam. Dolanda da sənin üçün maşın alacam. Nə? Niyə yaxşı? Görəsən o papaqlı açıqlı oğlan kim idi, hə? Bəlkə xaricidir. Sənin başın xarabdır. Asiya xanım sənin məntiqin haqqında nə deyirmişsə, düz deyirmiş. Xaricin işi gücü qutarıb da gəlib bizə məlum azarlıq etsin. Bir də ki o adam Azərbaycan dilində danışdı.
Deyirəm bəlkə gəlib bura, Azərbaycan dilini də öyrənib də. Bir də deyən ha, sən at ilindən döyürsən. Nədir ki? Bayaqdan at kimi dirəşmirsən, üzə durmuşsan. Sən də itilindən döyürsən ki, it kimi adamı qatır səni. Hələ bir dəqiqə sakitləşin görüm, deyə sakitləşin. Biz üçümüz də qaz büzünlənik. Başa düşmən, niyə? Elə ona görə ki, bir nəfər bizi qazlayıb pullarımızı əlimizdən alır. Qəpikləri mənə verin deyirəm. Ay xanım, qəpiklər axı mənim özümə lazımdır. Avtobusa verməliyəm. Mənə də lazımdır da. Niyə? Dilənçisən? Dilənçi niyə oluram ki? Özümə maşın alacağam. Nə? Maşın? Nə maşını? Galimbagen, özdəki rozuvi. Bura dəqiq gözəllik salonudur. Xanım, qəpikləri mənə verməsəz, çantanı buraxan deyiləm. Tapdım. Mənim kəlləm işləyir. Üz canım üçün. Deyirəm, bəlkə zəng eləyək taksi parkimizə, taksi sifariş eləyək. Görək, kim gələcək bizim dalımızca bizi aparmağa? Sağ ol, Bulud. Asya xanımın sənin haqqında dediklərinə mən şübhələnirəm. Doğrudan o. Demək belə, onda mən zəng eləyirəm öz taksi parkımıza, taksi sifariş verirəm. Yaxşı bəy, hara deyim gəlsin taksi? Bizi hardan götürsün? Eyvah seyir. Buralar elə, yaxın yerə, yaxın. Yaxşı. Düz deyirsən, yaxın eləyim. Sən də girirsən içəri. Qoy, Asya, sifarişi sənə versin. Başa düşdün? Biz də buralardayıq, güdürük. Yaxşı? Yaxşı, yallah gel. Girim ha. Bırak girim ha. Bırak bir yallah deyim Eyvah. Bu iltibar neçə günü mən gözümə dəymir axı. Deyilən bəlkə bu işdə onun əli var. Yox, sən nə danışsın? Ola bilməz elə bir şey. O özüm bütün günü məndən qəpik dilədi, böyük itibar. Mən də yalanlar deyir ki, bankaya xırda pul yığıram. Amma insan da, çiğsüdən. Ya, ola bilməz. Mən gedim. Yetdə ged, nə oturub gözlüsün? Telefonu mənə ver. Bir. Raz. Biri 3 dəfə dedin axı. Alma, mane olmadı. Bir. Yes! Allah, sənə halal. Mən elə-belə qız seçməmişəm. Başımı nə vaxt alırsan etibar? Bu yaxınlarda səbr elə. Sənin üçün 2-3 ilə yağın içində bir dənə paltar yan başına alıram, sürərsən. Paltar yan maşın? Sən nə edirsən orada? Baxırdım, qələmi hansı ölkə istehsal edib. Uşaqlar nə? Sifarişə gediblər. Nə? Sifariş? Kim getdi? Bulud. Çatdıra bilmədim, heyif. Nəyə çatdıra bilmədin? Deyirəm, mən gedərdim də. Səhərdən bir qəpik pul qazanmamışam gəlsə. Hala bunu içdim, mən başa bilmirəm da. Nə oldu? Yenə boşa çıxdı işi? Yox, bu sifarişi qəsdən özümüz vermişdik ki, görə kim gələcək. Heç kim gəlmədi. O kimdirsə, yaxşı təlim keçib ha. O kimdirsə, onun halaldır. Bu boyda ofisi doluyub da barı-barı. Deyəm.
Gələcək bütün bunlar hamısı anbarlarla. Sizə belə bir təklifim var. Bugün bizə zəng vuran bütün müştərilərin əlaqə saxlayaq. Onların dedikləri əsasında həmin adamın fotorobotunu təyin edək. Əladır. Zəng elə. Bəli, boss, eşidirəm. Mən bu yaxınlarda ora yoxlama göndərməyə çalışacağam. Sən gözlə qulaqda ol. Baş üstə, boss. Başqa nə qulluq? 20 dənə jim elə bəsdir. Oldu, boss. Etibar hardadır? Nə bilim, buralardaydı. Bilmirəm, hara getdi. Onun qulağının biri həmişə buradadır. Harada olsa da. Mən 100% sizə deyim ki, Daşdəmir onu tutsa boynun qıracaq. İliyər. Get, yaxşı adam sözünün üstünə gəlir. Yaxşı, kəssə səsi görək. Əzət müəllim, mənim dediklərimə inanmayacaqsınız. Nə oldu? Fotorobot var? Var. Bilirsiniz o əclaf kimdir? Kim? Etibar! O. Hara getdi? Yazığın naşnikdə qaldı ye. Burada da yoktu. Gör ben pulların ziyniyetine görüm. Yaxşı ziyniyet. İndi sən görərsən. Gör mənim əlimin zəhməti ilə qazandığım pullar nə günə qaldı. Yaxşı ziyniyet. Sən ol, mən də mən. Səni tapan gün başıma daş düşəydi, daş! Onsuz da atan səni mənə verməyəcək. Amma deyirlər ki, ümid sonunda ölür. Ən son dəqiqə xəbərinə görə Türkiyəli futbolçu Ümid Davala 10 dəqiqə bundan qabaq dünyasını dəyişib. Salam qardaş, necəsən? Belə də, Ümid də öldü. Papa, nə oldu sənə? Onu anandan soruşarsan. Başıma düşən nə idi? Qutu. Qutunun içindəki nə idi? Ütü. Ya buna baş neynəsin? Ay, yaxşı ziyniyət.
Nay nay nay. Nay 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 nay. Nay. Nay nay nay. Bəli, boss. Bir dəqiqə. Bəli, boss. Hə, indi yaxşı eşidirəm. Ha, bu mənim yeni icadımdır. Bayaqcılar sürüdənə yaxşı eşlənmirdim. Bəli, boss. Bəli. Oralarda vəziyyət necədir? Vəziyyət hələ ki sakitçilikdir, boss. Sakitçiliyin olmağı pisdir. Qulaq as mənə. Yaxşı. Bəli. Taksi parkında sakitçiliyin olmağı məni narahat edir. İndi mən ora bir reviziya göndərəcəm. Boss, Evroviziya qutarıb axı. Ay şirin qur. Evroviziya yox, reviziya. Yəni yoxlama. Sonra sən mənə məlumat verərsən. Görüm nələr oldu. Baş üstə, boss. Papa, bax bu nədir taxırsan, hə? Al bu qastığı tax. Niyə? Çünki bu qastıq başındakı plastiklə patsvetdir. Hər dəfə plastin rəngi dəyişəndə qastığın da rəngi dəyişəcək. Sən necə də getdikcə mamanla patsvet olursan. Bəli, Qılman müəllim. Bəli, eşidirəm. Baş üstə. Bir gün bu qaşı vurub mındar eləyəcəm. Ada, nə danışsan orada dodağın altında? Bir dənə yaxşı pürrəngi çaydan da, özün də gəl oturub bir dənə yaxşı çaylayaq. Yox, qəş, mənim işim var. Hayır, mənim də səninlə işim var, gəl. Yaxşı. Bəli. Narahat olmayın, necə lazımdır, yola salacaq. Papa, nəsə olub? Taksi parkına yoxlama gəlir. Evim yıxıldı. Xanım, neçəyə fənləyirsiniz saçı? 5 manat. Xırdam olmayacaq axı, xanım. Bəs onda nə edək? Olar mən sizin saçınızı dağıdım, sonra bir də fənləyib raşyot olaq. Bir ləzzətli olacaq, hə? Eyvaz gələcək, barmaqları qalacaq orada. Deyirəm, yazığım gəldi Eyvazı, bəlkə eləməyək, hə? Nə yazıq ola? O Eyvaz mənim maşınıma tok qoşdu. Yadıma gəlir, başım lampiçka kimi yanırdı, yazıq ola. Ona elə bu da azdır. Əlbət azdır. Gəlir. Ləzzətli. Sənə bir dənə yaxşı təklifim var. Eşidirəm. Mənə bir dənə yaxşılıq elə bilərsən. İmkanım olsa öz əllərimlə boğardım bunu. Bu da mənə deyir ki, mənə kömək eləyə bilərsən. Neyini məliyəm? Elə bil ki, mənim o istədiyim qız var, arada gəlir oturuq ha burada. Hə, bildim. Ay, sağ ol. Mən o qızla burada gəlib oturanda, sən yaxınlaşsan bizə, məndən belə yekə-yekə danışsan da. Bunu qanqana parla səni. Sizin başınız xarab olub, hə? Bu tələləri kim qurub burada? Etibar dedi ki, biz... Mən dedim ki, dünən gecə burada yekə bir dənə kırsa gördüm, dayı. Dedim tələləri qurum onu tutum da. Baba elə dedim.
Ədalət müəllim, bir də sakitləşin. Aralayıram. Ay, sağ ol, biraz döz. Ədalət müəllim, sizə nə olur? Sən yaxınlaşsan bizim stula, mənə bir dənə kobud söz deyirsən, sonra da mən sənə durub qəşşəng bir dənə çırpıram. Baxma da, ondan sonra qızın mənə qarşı simpatiyası biraz da artacaq. Sən arxeynsən ki, məni çırpacaqsan. Deyirəm birdən tərsinə olar, ha? Yox, sən başa düşmədin. Elə bir ki, mən sən güya da çırpacam, amma yavaş vuracam da. Mən də oturub baxacağım sənə. Amma elə bir ki, bunu öz aramızda qardaş sayağı quraşdıracaq da. Lazımdır. Deməli belə, qulaqlarınızı açıb, yaxşı qulaq asın mənə. Açdın ha qız qulağını? Yox, indi açıram. Yaxşı. Qulaq asın mənə. Haradasın, var? Ədalət müəllim, yarışı hazırlaşırsınız? Yarış nədir, keç otur. Bəs Bulut hanı? Ədalət müəllim, Bulut zəng vurmuşdu. Dedi ki, rayondayam. Bebisi oğlunun toyuna gedib. Çalışacaq, 2-3 günə qayıtsın. Güya Bulut o toya getməsəydi, toyu təxirə salacaq. Nəysə, eşidin. Bugün bizim taksi parkına yoxlama gəlir. Əliqaş, gəl sən bu daşı ətərindən tök. Razılaş. Mən sənə yaxşı pul da verəcəm, ha. Saxla özvə lazım olar. Mənə dinən görüm, gün ərzində burada nə qədər pul qazanırsan? Lazım olan qədər. Ay, sağ ol. Mən də sənə lazım olan qədərdən çox pul verəcəm. Biləm ki, sənin pula ehtiyacın var. Əlimdə imkanım olsa səni elə pulsuz da çıxardım. Mən yenə deyirəm. Bir problem olsa, özünüzdən küsün. Bir təhər sağ-salamat bu Ucaxan müəllimi yola salaq. Ondan sonra yenə nə istəyirsiniz, eləyin də. Mənim də çıxıram. Siz buraları yığışdırın. Özünüzü, üst başınızı da bir sərqə sahmana salın. Oldu, məşğul olun. Yoxlama gəlir. İşə düşdük də. Deyirəm, yoxlama gəlir. Gəlsin də. Eyvaz, bu yoxlamanın görürsən pulu parası var. Ay, sən də elə ağzın pulla açılır. Ay, pul öldürsün səni, pul. Yoxlama gəlir deyirəm. Hələ xoş gəlir, səfa gətirir. O da bizim kimin adamdır da. Mənim heç vecimə də deyil, gəlsin də. Həssələ yerinizdən tərpənməmisiniz. Ay qız, sən oradan çekləri hazır elə, yoxlama gələndə təntim yeyək. Nə ayırsınız, siz? Xanım, neyinirsiniz? Lazım deyil mənim saçımı dağıtmaq. Xırdamı qaytarın. Ay xanım, xırdaçılıq eləyir səni. Sənə dedim ki, xırdam yoxdur da. Gəl saçını dağıdım, təzədən filmliyim. Rəşad olaq da. Onda ən yaxşısı elə mən bu pulu da götürüm, sənin falıva baxım, biz də əvəz-əvəz olaq. Mən fala inanmıram. Adaş demin, biraz tez oldu, ha? Nə olub? Oyun oynayıram. Görmüsən, üzümü qırxıram. Üzümü ya, üzgözümü. Ayas, sən bəkar qalmı, bir işlə məşğul ol da. Bunları başa düşdüm də, üzünü qırxır. Bəs mən nə edeyim? Sən də qaşlarımı təmiz. Sumqayıtın embleminə oxşayır, bundan.
Xanımla danışsan, hala. Yaşından başından tutar. Amma onun başa düşdü. Sən niyə? Yadıma gəlmir, keçən səfər sən mənə taksidə... Ay, onun əvəzini çıxmışdın da. Elə belə, mırta. Nə deyirsən? Deyəsən fikirləşəsi oldum. Burada nə var, sən söz atırsan, mən də səni döyürəm. Sən də pulu alıb çıxıb gedirsən də. Mən pula görə sevdiyim qızın qabağında tərbiyəsizlik eləməzdim. Nə? Nə sevdiyin qıza? Yəni, sənin sevdiyin qız da, belə... Sevdiyin qız da, yəni sənin sevdiyin qız sənə görə də deyirəm. Burada nə var, bir dənə söz atırsan da. Etibar! Hə? Sən niyə özümü qıxmısan? Mən gələm üzümü bərbərə qıxdırırsam. Get. Amma Ədalət müəllim gələnə kimi burada olmasan, məndən incimə. Ədalət müəllim deyəndə ki, yəni mənim dayımdır, hə? Qaqaş, salam. Salam aleyküm. Bu duşlu meyvələr nə deməkdir? Bu bir kampaniyadır. Bu meyvələrin birinin içinə brilyant qoymuşam. Al, bəxtiyar çıxdı sənindir daha. Doğrudan? Qardaşımsan. Hansındadır? Onu dedim daha nə oluyor? Al hamısın, apar, bilərsən ki, sən uddun. Qoyma qalsın burada, heç kim gəlib aparmasın. Onda əla. Hərəsindən yarım kilo çək də mənə. Baş üstə, baş üstə. Eyvaz, bu nədir? Neyini mi? Üzüm birinci dəfə də özüm qırxıram. Bütün özümü kesik eləmişim ha. Pambıqla ört pastil eləmişim. Lama yer yoxdur. Yoxlama gələndə deyərsən ki, tədbirlərdə gecə vaxtı gəlsə Şaxta baba kimi çıxış eləyirsən, hə? Nə Şaxta baba? İndi Şaxta baba vaxtıdır. Eyvazsın elə, bugün 31 dekabrdır. Mənim üçün də sevgililər günü. Şaxta baba, Şaxtaca. Hardasan bu vaxtaca? Şaxta baba, üzünü neçəyə qıtırdın? Daşda mı? Birinci gündür mənə tanıyırsan. Ola məndən pul çıxır. Barter. Barter, o nədir? Əvəz. Bərbərə dedim ki, bugün bizə yoxlama gəl. Dün yoxlamaya qabağında mən çıxış eləyəndə deyəcəm ki, üzümün təraşına görə Konseta kişi salonuna öz təşəkkürümü bildirirəm. Bax da, 50 manat pul verirəm sənə. Yox. 60. Yox. 70. Yox. 80. Yox. Yaxşı. Nə sən deyən olsun, nə də mən deyən. Mən heç deməmişəm. Başa düşmədim, hə? Bəyəm burada bu vaxta kimi heç yoxlama olmayıb ki? Necə? Nə deyirsiniz? Sən də söz tapdın da danışmağa. Taksi parkı bir ay yoxdur, asılı Baysa. Eyvaz! Bax ki, orada nəsə yaddan zaddan çıxmayıb. Eyvaz! Sən mənə çox qalasın. Qapat da pambıqları da. Qapatsın.
qaba kim kley töküb? Sənətlər hardaydı? 100 manat. Bundan o yana pulum yoxdur. Yox. Məncə sən sadəcə qorxursan, Nədən? Qorxursan ki, sənə birdən həqiqdən də döyərəm. Kim? Sən? Hə. Məni? Aha. Bəlkə bundan pul alın. Sonra da 100 manatlıq bir hədiyyə alıb qıza göndərin. Dövmək də baş şeydir. Bunu dövməyə nə olacaq ki? Bax, danışdığımız kimi, mən səni işarə eləyən kimi yaxınlaşırsan, mənə söz atırsan, mən də səni turam yaxından qəşəngcəni çırpıram. Yaxşı. Yaxşı, onda mən qıza zəng vurum. Gəlsin, sən də bir dənə çay dəmlə. Yaxşı. Alo, Zara necəsən? Gələ bilərsən məhəllədəki kafeyə. Heç elə belə biraz dərslərdən danışarıq. Biraz həm də özümüzdən danışarıq. Hə. Tez gəl də, onda gözləyirəm. Yaxşı. Sağ ol. Nə qarırsınız burada? Bircə qalıb ki, dalaşırsınız burada. Qoy Ucaxan müəllim gəlib geçsin, hamınıza yerinizi göstərəcəm. Kesin yerinizə. Keç görüm sən də. Eyvaz, seslərin tamam pamıqdır, get təmizlə gəl. Təmizləyəm mənəm. Nətər təmizləyə bilmərsən, ələ salırsan məni. Səni belə çarpmalıyam mən yoxulmanın qabağına. Biz də bayaqdan elə onun davasını döyürük də. Sənin bu bacın oğlu Etibar spirtin qabına götürüb kley töküb. İndi mən də bu pambıqları üzümdən tam qoparda bilmirəm. Bəs indi mən yoxlamaya nə deyəcəm, Etibar? Nə deyim mən yoxlamaya? Mən qızın yanında necə döyüm bunu? Bəs sonra o məni kobud biri kimi tanıyacaq. Bəlkə qız edir. Amma yox, 100 manatdır, 100 manat deyir. Ortada qıza hədiyyə söhbəti var. Salam. Salam. Necəsən Zaroçkam? Zara. Zaroçkam deyəndə nə olur ki? Sən də mənə Cekan deyil. Ceka, kitablar anı. Demişdin ki, dərsdən danışacağıq. Danışarıq da. Mənim günümə bax da. Etibar, yoxlama gəlib gedən kimi ərizəni yaz, öz xoşuna çıx işdən. Eşitdin? Daha zarafat eləmək istədim də. Ürəyin soymayıbsa, gəl bir dənə də vurcunan. Amma nə olar, mənə işdən çıxartma. Alo, bəli. Ədalət müəllim. Bəli, bəli, buradadır. Bəli. Eşidirəm Qılman müəllim. Bəli, bəli. Hazırlaşırıq. Bəli, işlər gedir. Sağ olun, çox sağ olun. Əgər Ucaxan müəllim bizdən narazı getsə, qanınız batdı. Sən narahat olma, dayda. Hər şey yaxşı olacaq. Sən ümumiyyətlə Ucaxan müəllimdən 1 kilometr kənardan hərrən. Eşitdin? Ala bax, Ucaxan. Amma boy mənim boyumdan da ucadır. Ucaxan. Hə, sən nə bilirsən, Bəlkə Ucaxan adını ona görə deyirlər ki, hamıya belə yuxarıdan aşağı baxır. Sən az danış.
O şaxta bab yoxşan saqqallı güclə təmizləmişik. Bax, hamınıza deyirəm. 5 dəqiqə sonra bir ideya tapın, mənə deyin görüm. Ucaxan müəllimin zövqünü necə oxşaya bilərik? Gəlin, çıxaq bayra, əməlli təmiz havada fikirləşək. Çıxın. Fikirləşin. Sənin həyatında kimsə var? Ola bilməz. Ay qız, soruşuram həyatında kimsə var? Mənim həyatımda? Hə, var. Etibar. Adı da E hərfi ilə başlayır. Ola bilməz axı. Mənim həyatımda etibardan başqa heç kəs yoxdur. Allah köməyin olsun. Tapdım Ədalət müəllim. Tapdım. Bax elə ki, gördük Ucaxan müəllim maşından düşdü. Eyvazan etibar, fişəkləri partladırlar. Mən də Ucaxan müəllimi allam çiynimə. Bu açarları da verirəm ona. Sonra çiynimdə başlayıram otaqları fırlatmağa. Ucaxan müəllim də əlində bu açarlarla belə səs çıxardı. Necədir? Yox, son zəng eləmirik burada. Mən də deyirəm, açarlar haradadır. Mən də deyirəm, bu senaryo mənim ağlıma oradan gəlir bura. Mən onları sinif oxumamışam. Zara, sən nə vaxt dərs yox, şəxsi həyatın haqqında düşünəcəksən? Düşünürəm də. Mən yaxşı oxumalıyam ki, gələcəyimi təmin eləyim. Bəsdir də, şablon sözlərdən əl çək. Mən demək istəyirəm ki, sən nə vaxt evlənmək haqqında düşünəcəksən? Hələ ki fikrim yoxdur. Bax, sonra gec olacaq ha. Mən sənə deyim, vaxt keçir. Sənə bir dənə arxa dayaq lazımdır. Məsələn, mənim kimi bir cavan oğlan. Ədalət müəllim, tapdım. Nə? Durun. Geç olaraq, geç. Ədalət müəllim, Ucaxan müəllimin gəlişi üçün burada qəşəng bir dənə stol açırıq. Üstünü də doldururuq bütün naz nemətlərlə. Ucaxan müəllim gələndə otuzdurruq onu baş tərəfdə. Mən də keçirəm Ucaxan müəllimin düz yanında otururam. Qulluq eləyim də ona, yəni səhv başa düşülməsin, ona görə deyirəm. Burada da bütün nemətlər var axı. Başlayıram buna qulluq eləməyə. Birdən deyirəm, dadı yaxşı olmaz da, yoxlayayım sonra. Ailə. Verirəm bunu, Ucaxan müəllim yeyir. Hamısından. Daşdəmir də dayanıb düz Ucaxan müəllimin başının üstündə gözləyir. Mühafizəçi kimi gözləyir. Birdən nəsə olar da, Ədalət müəllim. Mühafizəçi kimi, bax belə. Mən də qulluq eləyirəm, nəyi var qulluq eləyirəm? Eyvah, bəs qardaşın etibar? Mən heç qardaşım etibarı yaddan çıxardaram sizcə. Sizin bu bacınız oğlu, bizim də qardaşımız hazırlıqlı vəziyyətdə bütün şəraiti ilə dayanıb... Ucaxan müəllim ora gedəndə etibar bütün avtomatik vasitələrlə kömək edir bu adama. Çıxanda da təbii ki, indi çayboyu olacaq da bu adamın da. Dəndə, bəs mən nə edirəm? Siz? Gülmə, vaxtımızdan gedir öldürərəm səni. Özündən asılı deyil. Daşdəmir də düz gəlib dayanıb Ucaxan müəllimin başının üstündə. Mühafizəçi kimi. Bunu da qoyur qulağının dibinə. Onu harada sallamışsın? Eşitsən məni?
Yaşdıram qaqa. Var. Daşdəmi? Ay Daşdəmi. Biraz tez oldu ha. Qoy o deyirəm. Görmüsən qızı? Üzümü qırxıram. Necə baxıram? Yox, əslində bu idiotik baxışı. Bunun dövməyə nə olacaq söhbətini eləməli. Gecək mən də saxlayıb. Yox, mən buna baxdım, pula baxdım.